İndi keçək uşaqlar yeni dərsə. Amortizasiya. Amortizasiya nədir? Hı? Amortizasiya uşaqlar aktivin faydalı istismar müddətində dəyərinin sistematik olaraq bölüşdürülməsidir. Yəni, düşün ki, sən bir avadanlıq almısan. Bu avadanlığın dəyəri 50 min manatdır. Ha, bu avadanlığın sən birbaşa xətt kimi silmək istəmirsən. Çünki sən mənfəət zərər hesabatında, maliyyə hesabatında 50 min manatı birbaşa xətt kimi silsən, sən şirkətin 50 min manat bir növ pulunu çölə atmış olursun. Aydın nə demək istəyirəm? Çünki sən bu avadanlığı aldın. Bu yağ deyil ki, tökdün qurtardı, bitdi, getdi. Xeyr. Sən bu yağı istehsal edən bir avadanlıq almısan. Yağı və yaxud bişirən bir avadanlıq almısan. Hər nə bir şey, bir avadanlıq almısan, bir tetiyə almısan və bunu ə, aktiv kimi tanımısan. Bunun bir qiyməti var. Bunu bir aktiv kimi tanımısan. Bunu faydalı istifadə edə bilirsən. Bunu səmərə verirsən. Bunu indi amortizasiya etmək istəyirsən. Yəni bu sən bunu müəyyən edirsən ki, bir aktiv almısan, bir avadanlıq almısan. Alış dəyəri 50 min AZM. AZN olan bir avadanlıq almısan. Və faydalı istifadə müddəti uşaqlar belə göstərirəm film, yəni özünüz başa düşərsiniz. Müəyyən eləmisən ki, 5 ildir. Sən indi bunun 5 il ərzində sən bunun 5 dəfə illik hesabat hazırlayırsan. Aydındır. Hər il, hər ay. Yəni müəyyən bir dövr var ki, o dövr ərzində sən hesabatlar verirsən. Sən birbaşa 50 min manatı avadanlıq alışı xərc kimi tanımalı deyilsən. Bu düzgün strateji deyil, düzgün yanaşma deyil. Ona görə sən bunu ayrı şəkildə amortizasiyasını aparırsan və 5 il ərzində 5 dəfə hazırladığın hesabatda, məsələn 50 mindirsə, 5 ilin müəyyən edirsən ki, illik 10 min manat amortizasiya məbləğin var və illik hesabatda bu 10 min manatı silirsən. Aylıq hesabatda da 10 mini 12-yə bölüb silirsən. Yəni bu formada amortizasiya məbləğin sənin o avadanlığı yavaş-yavaş həm istifadə müddəti bitə-bitə, həm də sən istifadə müddəti bitə-bitə onu məbləğini silirsən. Yəni xərc kimi tanıyırsan. Silirsən, sildim, itdi, ortadan getdi, yox. Maliyyədə elə bir şey yoxdur. Maliyyədə sən heç bir şey durub silənməz. Heç bir şey. Yəni xərc kimi tanıyırsan. Bəzi avadanlıqlar da var ki, sən onu ayrı-ayrılıqda amortizasiya edirsən. Məsələn, traktor almısan və müəyyən edirsən ki, traktorun ön tərəfi, yəni məsəl üçün biz kuza deyik, kuza hissəsi faydalı istifadə müddəti 10 ildir və dəyəri 150 mindir. Amma məsəl üçün arxa hissəsi, yük hissəsi, yaxud da ki, nə bilim, parçalayıcı hissəsi faydalı istifadə müddəti 5 ildir, dəyəri 300 min manatdır. 100 min manat. Hər hansı bir dəyəri var. Sən bunların amortizasiyasını ayrı-ayrı aparırsan. Çünki biri 10 il ərzində sənə faydalı istifadə müddəti var. Birinin 5 il sənə faydalığı var. Sən 5 ildən sonra bunu dəyişməlisən. 5 ildən sonra bu işə yaramır. Necə ki, maşın alırsan və maşının motorunun yağı var. Yağı necə ki, müəyyən bir limiti var ki, o limitdən bir dəyişirsən. Bu da eyni qaydadır. Yəni sən bunu müəyyən bir faydalı istifadə elədin, bitdi, dəyişməlisən. Bitdi, dəyişmə. Motoru dəyişmirsən ki, yağı dəyişməlisən. Yağı dəyişsən də. Aydındır gənclər nə demək istədiyim. Ona görə də bu ayrı-ayrılıqda amortizasiya mümkündür. Hər dövrün amortizasiya xərci də mənfəət zərər hesabatında göstərilməlidir. Bununla bağlı sizə nəzəriyyə atacağım PDF kimi. Oradan oxuyarsınız. Amortizasiya xərci dənə burada qeyd edeyim siz üçün. Amortizasiya. Bərabərdir yığılmış amortizasiyaya. Uşaqlar, bunu yaddan çıxartmayın. Amortizasiya xərci deyəndə yığılmış amortizasiya deməkdir. Yəni amortizasiya xərci nə qədər olur? Məsələn, 20 min manat. Deməli, sənin yığılmış amortizasiyandır. Yığılmış amortizasiya nə qədər olubsa, sənin amortizasiya xərcindir. Sən də onu
Hesabatda o formada tanıyırsan. Mənfəət sərri hesabatında. Məsələn, debet hissədə amortizasiya xərci kimi tanıyırsan, öhdəliyi azaldırsan. Öhdəliyi kimi tanıyırsan, üzr istəyirəm. Kredit hissədə və yaxud da ki, ümumiyyətlə də, yəni debet hissədə e, amortizasiya xərci kimi tanıyırsan, kredit hissəsində də yığılmış amortizasiya kimi tanıyırsan və balans olur 0. Bir-birinə bərabərdir. Hı, hı. Deməli, amortizasiyanın metodları var. Yəni bu sən amortizasiya prosesini müəyyən beynəlxalq mühasibat usulü standartlarına əsasən müəyyən olunmuş standartları var. Bu standartlara uyğun şəkildə aparmalısan. Aydındır. Bunun üçün də müəyyən olunmuş əsas olaraq 3 standart var uşaqlar. 3 standart var. Birincisi düz xətt metodu, ikincisi azalan qalıq metodu, üçüncüsü də ki istehsal vahidi. Hə, nədir bu 3 dənə metod? Nə işə yarayır? Necə fəaliyyət göstərirsə, indi biz onlara baxacağıq. Hı -hı. Uşaqlar, düz xətt metodunda, düz xətt metodunda biz nə edirik? Deməli, illik amortizasiya xərci bərabərdir. Nəyə? İlkin dəyər çıxılsın son qalıq, yəni son qalıq dəyəri bölünsün faydalı istifadə müddəti. Kimə? Bu sənin düz xətt metodun. Yəni düz xətt metodunda illik amortizasiyanı hesablamaq istəyirsənsə, düz xətt metodu ilə sən ilkin dəyərdən son qalığı çıxırsan, bölürsən faydalı istifadə müddətinə. Bununla bağlı bir məsələyə baxaq. Məsələn, 1. Düz xətt metodu ilə. Hı -hı. Hı. Deyir ki, müəssisə 01.01.2002-ci ildə 01.01 üzr istəyirəm. 01.2002-ci ildə bir avadanlıq əldə edilib. Bu avadanlığın dəyəri də olub ilkin dəyər 24.000 manat. 24.000 AZN. Sonra deyir, faydalı istifadə müddəti 3 ildir. Yaxınlaşdıram əzim. Və deyir ki, ehtimal olunur ki, son qalıq dəyəri nə qədər olacaq bunun? 3000. Yəni, bax məsələdə deyir, 01.01.2002-ci ildə və yaxud hər hansı bir dövrdə bir dənə avadanlıq al. Bunun alanda 24.000 manata alıblar və müəyyən ediblər ki, bundan 3 il istifadə edəcəklər. Son qalıq dəyəri də olub. Nə qədər? 3000 manat. Olub yox ha, proqnozlaşdırılır. Son qalıq dəyərini sən proqnozlaşdırırsan. Bu amortizasiya eləyəndə. 3 ildən sonra bunu mən bu qiymətə satacağam, gedəcək. Aydındır. Yaxud da ki, bunun 3 ildən sonraki dəyəri 3000 manat. Satıb satmamaq olur özü bax. Nə edirik biz? Axı biz nə demişdik? Demişdik ki, illik amortizasiya xərcini tapmaq üçün biz buraya yazaq illik nə deyirdik biz? Deyirdik ki, ilkin dəyər çıxılsın son qalıq dəyəri. Nə qədərdir? 21.000 AZN. Və 21.000 AZN-də bölürdük nəyə? Faydalı istifadə müddətinə. Bu nə qədərdir? 7.000 AZN. Deməli, gənclər, illik amortizasiya xərcimiz 7.000 manat olaraq qeydiyyata düşəcək. Düz xətt metodu. Düz. Adı kimi öz hesablanma metodu da düz. Aydındır.
2. Yəni eyni qaydada uşaqlar. Amortisasiya xərci nə qədər? 7000 və amortisasiya xərci nəyə deyirdiyimiz yığılmış amortisasiya. Bir-birinə bərabərdir. Yəni də bir tərəfi kreditdə, bir tərəfi debetdə tanıyıb sıfır yazıb gedəcək. İkinci metodumuz nə idi bizim? Azalan qalıq metodu. Gənclər, azalan qalıq metodu illik amortisasiya xərci bu formada tapılır. Bir dəqiqə. Bura bitsin, rahat olsun. İllik amortisasiya xərcini tapmaq üçün qalıq dəyəri vururuq faizə. Faiz dərəcəsi. Məsələyə baxaq, başa düşəcəyik. Burada şu azalan qalıq metodunun mahiyyəti nədir? Deyir ki, 0101 yenə eyni qaydada 0101 2000x2-ci ildə müəssisə avadanlıq alıb. Hı -hı. İlkin dəyəri 24.000, faydalı istifadə müddəti də ki, eyni məsələni verib. Nə gözəl. Hə. İlkin dəyəri 24.000 manat, faydalı istifadə müddəti 3 il, son qalıq dəyəri 3000 manat. Bunların hamısını bizə çox gözəl şəkildə verib. Deyir ki, müəssisə azalan qalıq metodu ilə 40% dərəcəsi ilə azalan qalıq metodu faizi. Yazsan 40%. Yəni amortisasiya eləmək istəyir, amma bu metodu deyir. Deyir ki, mən bunu azalan qalıq metodu ilə 40% dərəcə müəyyən edirəm, 40%-dən amortisasiya eləmək istəyirəm. Yenə də bu məndən illik amortisasiya xərcini soruşur. Aydındır. Yəni bunun illik amortisasiya xərci nə qədər olacaq? Biz nə etməliyik? Son qalıq. Bizdə nə deyirdik burada? İllik amortisasiya xərcini tapmaq üçün nə edirdik? Son qalıq dəyərini. Son qalıq dəyərimiz nə qədər idi? 3000 manat. 3000 manatı vururuq 40%-ə. Yox, bir dəqiqə. Burada bir məsələ var. Birincisi bu neçə illik deyir? Faydalı istifadə. Aha. Deməli, qalıq dəyəri vurulsun faizəsi. Birinci illik amortisasiya məbləğini tapaq. Baxın, bir dəqiqə. Yenə gör, biraz bayaq yanımıza. Birinci bunu belə həll eləyək. Rahat başa düşəsiniz. Deməli, bu 3 illiksə 2022, 23, 24. 2000x2, hə, 2000x3, 2000x4-cü illər üçün biz bunu həll edək. 3 illik amortisasiyamızı həll edək. Deməli, uşaqlar, birinci biz tapa ümumiyyətlə bunun illik amortisasiya xərci nə qədərdir? Deməli, müəyyən eləyirik ki, 24.000 manat ilkin dəyəri var. Birinci il. Axı bunun birinci il üçün qalıq dəyəri nə qədərdir? 24.000 manat. Bax, burada bir dənə adamı çaşdıran bir şey var. Bunu diqqətlə baxın. Sənə sual verir. Birinci mən də baxdım ona. Sənə sual verir. Deyir ki, İlkin dəyəri 24.000, faydalı istifadə müddəti 3 il, son qalıq dəyəri 3000 manat, azalan qalıq metodu ilə 40%-dən bunun illik amortisasiya xərcini hesabla. Bax burada sən nə edirsən? Sən götürürsən 3000 manatı, vurursan 40%-ni hesablayırsan, görürsən ki, başqa nüansdır. Nəyə görə? Axı burada sənin 3 ilə görə amortisasiya qalıq dəyərim fərqlidir uşaqlar. Mən yadınıza yığılmış amortisasiya izah eləyəndə deyirdim qalıq dəyəri dəyişir ha. Bax, bunun 2002-ci ildə 2022-də qalıq dəyəri axı 24.000-dir. Sən 3000-in 40%-ni necə tapa bilərsən 1 ilə görə? Özdə illik amortisasiya xərcindən danışır. Ona görə sən birinci ili 24.000 manat kimi götürürsən. Aydındır. Birinci ili götürürsən ki, bunun qalıq dəyəri 24.000 manatdır. Burada diqqətli olun uşaqlar. 24.000 manatın 40%-ni tapırsan. 24 bunun üçün də 24.000-i vurursan 40-a, bunu belə göstərim siz üçün ki, rahat olsun. 24.000 vurulsun 40%-ə. Bu da eləyir 9600.
Belə yazmayım. 9600 aziyan. Belə yazıram ki, rahat başa düşəsiz. Bunu tapdın ki, 9600 manatdır. İndi sən ikinci il üçün 2023 üçün amortisasiya aparmalısan. Bunun üçün nə etməlisən uşaqlar? Axı sən 9600 bunun dəyəri azalır. 9600 azaldığına görə 24 mindən bu səfər 9600 çıxırsan, biraz böləldim. Çıxırsan, sonra vurursan 40%. Və sən bunun yeni dəyərini tapmalısan. Yeni dəyərini tapıb vurursan 40%. 24 mindən 9600 çıxırsan və müəyyən edirsən ki, yerində qalır, onun 40%-ni tapırsan, bu da edir 5760 aziyel. Sonra sən 24 mindən 9600 çıxmısan. Bu səfər bu ikisinin cəmi nə qədərdir? 10 15360. Bu səfər sən 24 mindən 5760-ı çıxarmazsan ha. Orada sənin yığılmış amortizasiyan var. 5 9600, 5760 olar toplanır bir məbləğ yığılır. Yığılmış amortizasiya çıxırsa biz nə deyirdik balans dəyərini tapmaq üçün? Balans dəyərini tapmaq üçün nə deyirdik? Deyirdik ki, ilkin dəyərdən yığılmış amortizasiyanı çıxırdı, balans dəyərini. Burada da balans dəyərini tapırsan. Şurada qalıq dəyərini tapırsan. Aydın nə demək istəyirəm? Yenə də eyni qaydada 15360 çıxırsan, vurursan 40%-ə. Hı -hı. Və müəyyən edirsən ki, bunun amortisasiyası 5640 manatdır. Ha, üzr istəyirəm. Burada bir şey biz fikir vermədik. Burada 3000 manat da çıxırmalı. Bu formada həll etməliyik. Nəyə görə? Bizim son qalıq dəyərimiz var. Əgər son qalıq dəyərimiz olmasaydı, biz üzr istəyirəm. Son qalıq dəyərimiz olmasaydı, biz bunu e, normal qaydada çıxacaq bir-birindən hesablayacaqdıq. 3000 manata çıxırsan. Burada yığılanlar da bizim illər üzrə illik amortisasiya xərcimizdir. Burada sən 7000 manatı hər il üçün tanıyırdısa, burada sən 9600 manatı hər il üçün tanıya bilməzsən. 9600 2022 içindir. Aydındır uşaqlar. 2023 üçün 5760-dır. 2024 üçün 5640-dır. Bunu bir növ yadda saxla. Gəlin bu dəyərləri toplayaq. 9600 üstünə gəlirəm 5760 üstünə gəlirəm 5640. Nə qədərdir? 21000 manat. Düz çıxdı bizim yığılmış amortisasiyamız. Bəli, çünki 24 min ilkin dəyərimiz idi, son qalığımız 3000 manatda çıxanda 21 min manat. Uşaq. Yığılmış amortisasiyamız 21 min. İllik amortisasiya xərcimiz də 2022 üçün 9600, 2023 üçün 5760 manat, 2024 üçün dakı 5640 manat. Axırıncı hissi çaşdırmasın. Sənin orada 3000-in qalıb. Son qalıq dəyərin var. Onun faizə vurmaq lazımdır. İndi onu sizlə bölüşəcəm deyə bura qoyuram ki, İndi nədir? İstehsal vahidi metoddur. İstehsal vahidi metodu uşaqlar. İstehsal vahidi metodu nə deməkdir? İstehsal vahidi metodu aktivin istehsal gücünü və yaxud deməli bir gün ərzində və yaxud da ki bir müddət ərzində istehsal eləyə biləcək gücü göstərir. Hansı müddət ərzində nə qədər məhsul istehsal eləyə biləcək. Adından da göründüyü kimi istehsal vahidi. Deməli burada uşaqlar 2 dənə metod var. 2 dənə hesablama üsulu var. Diqqətli olun burada. Birinci hesablama üsulunda deyir ki, belə yazaq bunu biraz.
Bir vahidin istehsala göre amortisasiyası. Amortisasiyası. Bu ne deməkdir? Bu necə hesablanır? Üzr istəyirəm. Burada hı, bu eyni qalır uşaqlar. Bununla bir vahidin deməli hə, bir vahidin istehsalına görə amortisasiya. Bunlarla biz tanış olacağıq məsələdə. B variantında, B hesablama metodunda da deyir ki, amortisasiya xərci. Yəni hesablama iki cürə gedir burada. İki metodun ikisində bir məsələdə apara bilirsən. Amortisasiya xərci də ki, burada bir vahidin istehsala görə amortisasiyası vurulsun dövr dövr ərzində istehsal miqdarı. Sənin illik amortisasiya xərcin bu formada istehsal vahidi metodunda hesablanır. Məsələyə baxaq. Deyir ki, ha, nə gözəl. Yenə eyni məsələ üzərindən verib, eyni məsələ üzərindən verməyə çox yaxşı uşaqlar, həqiqətən. Rahat öyrənirsiniz. Hı. 24 min manat, 3 il faydalı istifadə müddəti, 3 min manatda son qalıq dəyəri. İndi deyir ki, burada bizə avadanlığın istehsal gücünü də verməlidir də bunlardan əlavə. Deməli, avadanlığın istehsal gücü 10 min ədəddir. Avadanlığın istehsal gücü. Bir dəqiqə görüm bu illik yazıb, yoxsa ümumi yazıb. Yox, 10 min ədəd. Yəni avadanlıq 10 min ədəd məhsul istehsal edə bilir. Hı -hı. İllər üzrə məhsul istehsalı aşağıdakı kimi olub. Aha, burada məhsulun istehsalını da verib. Nə qədər olub? 3500 dənə 2022-də istehsal edib. Axırda 10 mindən olmalıdır da. 2000 X3-də 4000 dənə istehsal edib. 2000 X4-də 2500 dənə istehsal edib. Güzel. 10 min dənədir bunlar. Toplada 10 min. Bəli, 10 mindən artıq istehsal edə bilməz. Deyir ki, bir vahid istehsala görə amortisasiya birinci biz nə edirik uşaqlar? Bir dənə vahidə görə istehsal amortisasiyasını tapırıq. Burada varımız. Gətiririk bura. Burada biz nə deyirdik? İlk dəyər çıxılsın son qalıq dəyəri bölünsün faydalı istifadə müddətinə. Yəni normal olaraq birinci biz bunu hesablayaq. Bir dəqiqə üzr istəyirəm. Faydalı istifadə müddəti ərzindəki istehsal miqdarına bölürük. İstifadə müddəti ərzindəki istehsal miqdarı. Ama bu düz göstərmir. Düz yanaşma deyil. Bir vahidin istehsala görə amortisasiyası. Daha doğrusu yəni bir vahid istehsala görə amortisasiya. Bir vahid istehsala görə amortizasiya. Deməli uşaqlar biz nə deyirdik burada? İlkin dəyər 24.000 çıxılsın, son qalıq dəyəri 3.000 bölünsün. Aha. Buraya qədər gəldik. 21.000 manat. Aydındır. 21.000 manatı da biz bölməliyik 10.000-ə. Çünki sənin avadanlığının istehsal gücü 10.000-dir.
Və müəyyən olur ki, burada 2 manat 10 qəpik, ya burada elə birbaşa bölək. Burada mən 2 manat 10 qəpik sənin avadanlığımın bir vahid istehsala görə amortisasiyası 2 manat 10 qəpik olub. So 2 manat 10 qəpik olubsa, sən bunu amortisasiya xərci və hesablayırsan. Burada da çox rahat amortisasiya xərci hesablanır. Necə hesablanır göstərirəm. Amortisasiya xərci. Qeyd elədiyim kimi bunlar gəlir bura. Özün. Çox böyle rahat və profesional şəkildə. Nə deyirdik? İstehsal amortisasiya burası dövr ərzində istehsal miqdarı. Yəni 3500'ü vurursan 2100'ə. 2 manat 10 köpəyə üzr istəyirəm. 4000'i vurursan 2 manat 10 qəpiyə. 2500'ü vurursan 2 manat 10 qəpiyə. Nə qədər toplam? 21 min. Yenə də eyni düz qat metodundan hesablayanda 21 min edir. Amma burada artıq istehsal vaidi metodu ilə getdiyinə görə sənin artıq illərə görə öz istehsal elədiyin miqdara görə amortisasiya aparırsan. Sən 10 min dənənin təqribi amortisasiyasını aparmalı deyirsən. Çünki sən bir il 3 min məhsul istehsal edirsən, bir il 4 min, bir il 5 min. Hər il müxtəlif miqdarda məhsul istehsal edirsən və onun amortisasiyasını aparmalısan. Yəni nəyə görə uşaqlar? Bu təsəvvür bu avadanlıq 10 min məhsul istehsal eləməlidir. Birinci il 3500 dənəsini istehsal elədi. Bunun nə qədər qaldı? 6500. Sən bunun 4000-dən amortisasiyasını apara bilərsən? Yox. 4000-dən aparsan da 6000-dən amortisasiyası qalsın. Balansı qalsın. Amma bunun axı limiti var. Necə maşın alırsan 500 min kilometrdən bir yağın dəysən eyni qədərdə. Yəni bunun misal çəkirəm. Bu da bu formada. Yəni bir limiti var. O istehsal vaidinin miqdarına görə sən illik amortisasiya xərcini hesablayırsan. Dövr ərzində faktiki istehsal, bunu belə yazaq ki, faktiki istehsal. Daha siz üçün başa düşülən olsun. Bu da istehsal vaidi metodu uşaqlar. Deməli 3 dənə metodumuz oldu. Düz xətt metodu. Düz xətt metodunda burada düz xətt metodunda 3 dənə metodumuz oldu uşaqlar. Düz xətt metodu. Düz xətt metodunda standart olaraq ilkin dəyərdən son qalıq dəyəri çıxıb bölürsən faydalı istifadə müddətinə bitdi. Olur amortisasiya, illik amortisasiya məbləği. Aydındır. Azalan qalıq metodunda illərə görə müəyyən olunmuş faiz dərəcəsinə görə ilkin dəyərin sənin ilkin dəyərin ilk qalıq dəyəridir. Bunu yadda saxla. Qalıq dəyərini vurursan faizə miqdar məbləğ çıxır. Daha sonra ikinci il yenə qalıq dəyəri. Qalıq dəyərini də müəyyən eləmək üçün neysə ilkin dəyərdən amortisasiya məbləği çıxırsan, qalıq dəyərini müəyyən onu yenə vursan 40%-ə. Yəni üçüncü ildə yenə eyni qaydada hər ilə görə müxtəlif qiymətlər alınır. Yox. Daha sonra istehsal vaidi metodunda da eyni qaydada. Tamam. İlkin dəyər yenə eyni misal üzərindən məsələn izah olunur. Avadanlığın istehsal gücü olur, limiti olur. Və illərə görə faktiki istehsal miqdarı var. Sən birinci bir vaid istehsal olunana görə amortisasiya xərcini tapırsan. Aydındır. Ben bura sizin xərcini də yazdım ki, daha biləsiniz ki, nəyi tapırsınız orada. Bir vaid istehsala görə. Yəni 10 min dənə bundan aparatdan istifadə edirsən. İstehsal edirsən. 10 min dənə istehsal edəndə bir ədədə görə neçə manat silirsən? 2 manat 10 qəpik. Bitdi. Aydındır uşaqlar. 2 manat 10 qəpik silinmən olur. Nəyə görə bu belədir? Mən izahını verirəm sizə. 24 min manat dəyəri var. 21 min manatlıq amortisasiya məbləğin var sənin. 10 min dənə istehsal edirsənsə, amortisasiya eləyəndə deməli 2 manat 10 qəpik. 21'i bölürsən, 21 mini bölürsən 10 minə, bu da eləyir sənin üçün 2 manat 10 qəpik. Bu
Sən 3500 dənə istehsal eləmisənsə, deməli birin vurursan 2 manat 10 qəpiyə müəyyən olur ki, sənin neçə min manatlıq amortisasiya xərcin var 1 il 2000x2-də. 2000x3-də 5000 istehsal eləmisənsə vurursan 2 manat 10 qəpiyə. 2000x4-də 10 min dənə istehsal eləmisənsə vurursan 2 manat 10 qəpiyə. Hər ilə görə istehsalın gücünə görə sən amortisasiya aparırsan. So, yəni istehsal vahidi metodu da budur.